o insanlar ki namazlarını tərk edirlər. Namaz qılırdılar, indi qılmırlar. Ya ümumiyyətlə namaz qılmayıb, hər ikisinə şamil. Bu insanları qəbrin əzabı gözləyir. Peyğəmbər özü buyurdu ki, dedi, qəbir ki qoyacaqlar o insanı ki namazı tərk edib, qoyanda qəbir o əhli ilə danışacaq, o qoyulan şəxslə danışacaq. Deyəcək, sən məni narahat edirdin üzərində gezəndə, namaz qılmırdın, mən bu günü gözləyirdim, indi səni elə sıxacam. Və Peyğəmbər buyurur, elə sıxır qəbir onu ki, bir dənə elə bil ki, divara istəyirsən mismarı vurasan, çətinliklə vurursan, o mismar divara necə daxil olur çətinliklə, qəbir onu o cümlə sıxır. Çox bəlalar gözləyir bu insan. Çox bəlalar. Bir neçə dənə bəla gözləyir o şəxsi. O şəxsi ki, namazı tərk edib, qılmır, ya qılıb atıb. Buyurdu, elə 3-ü ölüm vaxtıdır. Ən yəmutə zəlilən, zəlil halda öləcək o insan. Pis vəziyyətdə ölməlidir. Yaxşı ölüm onu gözləmir. Faciəli pis ölüm. İkinci buyurdu, yəmutu caiyən, ac halda dünyasını dəyişər. Bəzi insanlara aid. Üçüncü buyurdu, yəmutu ətşanən, susuz halda dünyasını dəyişər. Bir dünyanın bütün suyunu verəsən buna, dənizinin suyunu verəsən buna, çayının suyunu verəsən daha doğru, çayın bütün suyunu içə, amma yenə ətşan gedəcək. Yenə doymur, yenə suya ihtiyacı var. Qəbirdə də Allah onun üçün bir dənə mələk göndərir, mələk gələr ona əzab verir. Bu bir. İkinci xüsusiyyət budur, qəbir onu sıxar, bu 2. Üçüncü də budur, qəlbi zülmətlə dolar. Bu da 3. Namazı tərk edənə 3 dənə qəbirdə əzab var. Bax, bunu dedim sizə.